Salam uşaqlar, hər vaxtınız xeyir. İndi isə Leyli və Məcnun 3-cü hissəsi ilə davam eləyirik. Leyli bu itabı üçün eşitdi, yəni anasının cavabını eşitdi, öz könlündə müqrər etdi. Kim şöb deyir, speyr, zalim tərh elədi, nəqşi namülayim. Yəni deyir Leyli bu məzəməti eşidəndə ürəyində belə bir qərara gəldi ki, zalım fələk onu talih səhnəsində dəhşətli bir oyun çıxarıbdı. Naçar tutub təriqi inkar. Bax, deməli o inkar elədi. Əssari təcahül etdi izzar. Gülzari itabən ab verdi, ciryan cavab verdi. Yəni ağlaya-ağlaya cavab verdi. Əlacsız qalıb danmaq yolunu seçdi. Özünü bilməzliyə vurub məzəmət güləşini sulayaraq ağlaya-ağlaya cavab verdi. Bunun məzmunu bilsəz kifayətdir. Sonra key musihi rüzgarım ana, dürcü duri şəfvarım ana. Sözlər deyirsən ki, deyə bilmirəm mən. Məzmununu fəhm qılmazam mən. Yəni deyir, ey ömrüm günüm munisana, mənim şahanə incimim mücrüsana. Yəni məzmunu bilsəz kifayətdir. Elə sözlər deyirsən ki, heç mən onları demək olar ki, heç birini başa düşmürəm. Deyirsən məşuq, eşq, aşiq. Deyir mənə deyirsən məşuq, aşiq, eşq. Mən sədəzməyir, tifli sadiq. Bilməm nədir ol hədisə məzmun. Deyir mən eşqin məzmununu bilmirəm. Söylə necə olmayım digərcun. Yəni burada nə demək istəyir? Deyir məşuqa, aşiq, eşq deyirsən. Mən sadə dil adamam, sadiq uşağam. Özünü yalandan deyir də bir növ. Onların mənasını bilmirəm. Söylə mənə, necə mətəl qalmayım mən bu işə? Eşqi qılmazdım kimsə yadın, ha səndən eşitdim indi adı. Deyir mən eşqin, mən yəni Murad yolumda burada eşqin qılmaz idim kimsə yadın. Yəni heç kəsdən deyir ki, yad adamdan da heç kimlə mən eşq qılmazdım. Deyib bunda indi səndən eşitdim. Billah nədir ana eşqə məftun? Deyir, ana de görüm, eşq nə deməkdir? Bu sirri nihan eylə mənə. Deyir, bu sirdir, gizli sirdir. İndi mənə bunu nihan eylə də. Yəni mənə aç de. Hə deyir, rəhm muradım olur. Yəni deyir ki, mənim Murad yolumda deyirsən rəhbərim ol, bu şivədə ustadım ol. Deyir, bu sözdə, bilmədiyim sözdə şivədə mənim ustadım ol, izah elə. Anasını səhv çıxar. Mən məktəbdə rəyim ilə getməm. Yəni burada deyir ki, mən məktəbə də deyir, öz başımla getmirəm ki, siz məni yollamısınız. Bir şuğl ixlafi rəyin etmə. Yəni ki, mən heç bir şeyə zid iş tutmuram. Həm deyirsən sən ki, məktəbə var. Deyirsən mənə deyirsən get qızım, məktəbdə oxu. Həm də deyirsən ki, getmə. Burada təzad yaradım. Qanğı sözə etiqadın olsun. Sənə necə etimadım olsun? Deyir ana, sən iki dilli danışırsan, bəs mən sənə necə etimad eləyim? Mən bilmədim. Həm deyirsən məktəbə get, həm deyirsən getmə. Hansı sözə inanım? Sən necə etibar edim? Artıq bu sözü mükrər etmə, lütf elə məni mükəddər etmə. Burada da bu sözü bir daha təkrar eləmə. Mən yazğın gəlsim deyir, məni müktədər, yəni dərdə salma. Çün ana eşitdi bu cavabı, deyir artıq ana bunun cavabını eşitdi. Tərk etdi şikayət etabı. Ana onu danlamaqdan əl çəkir, inanır qızına. Şəksiz ona rövşən oldu çolma, aşiqlikdən deyildir aca. Deyir artıq ana eşidir ki, onun qızı aşiqliyin nə olduğunu bilmir. Bühüdədir olqamı fəsanə, kim aşiqdir filana, çün vaqe şək məhəlli oldu, ol vaqedən təsəlli oldu. Burada da demək istəyir ki, danışanların deyir, ana belə qənaətə gəlir ki, danışanlar boş-boş danışır, əfsanə danışırlar. Artıq qızının sözünə inanır və ana artıq bununla belə təsəlli olur. Leyli həm oturdu evdə naçar, deyir beləliklə Leyli əlacsız evdə oturdu, düzdü sədəfinə dürü şəffar. Burada da nə demək istəyir? Şahane incə bənzər göz yaşları axıtdı. Keçək növbəti Leylinin anasına cavabı. Hə, bu hissədə məzmunu deyir uşaqlar. Yəni baxın, görürsünüz bunu atacağam. Burada da onun məzmunudur. Mən heç bunu görməmişdim. Buradan da oxuya bilərsiniz məzmunu. Leyli deməli evdə oturandan sonra başlayır qəzəl oxumağa. Fələk ayırdı məni cövlə canhanımdan. Həzər etməzmi əcəbi? Yəni bu imtahana düşmür. Özünüz oxusaz yaxşıdır. Fələk zülm ilə məni deyir cananımdan ayırdı. Əcəba mənim nalə əfqanımdan cana gəlməzmi? Əgər şöləsi ilə göyləri 9 qatını yandırmasa, mənim yanan ürəyim ahının odundan nə çıxar? Deyir gizli qəmim məni öldürdü. Bu da bir qəm ki, gül üzümün bu gizli qəmdən xəbəri olmadı. Həm nəfəsim ahım idi, axırda o da bezib deyir, yəni ahım da bezdi, qəm evimdən çıxdı.
Can əgər məhəbbət təsiri ilə bədənimdən çıxsa, sanmayın ki, məhəbbət təsiri bədənimdən çıxa bilər. Lütf edib, ey külək bu gündən belə, bəlkə sən bir xəbər verərsən nazlı sərvərimdən, Məcnunu nəzərdə tutur. Ey Füzuli, ayrılıq qəmi ilə halım pərşandır. Heç kəsin də mənim pərşan halımdan xəbəri yoxdur. Biz bu qəzələ baxanda qafiyə quruluşuna baxırıq. Cananımdan, əfğanımdan. B, A, C, A, D, A. Deməli, bu qəzəldir. Qəzəl Leylinin dilindən fələk ayırdı məni adlanır. Sonda müəllifin adı çəkilir. Deməli, biz bilirik ki, bu qəzəl janrında yazılıb. Məcnun Leyliyə səhrada rast gəlməsi. Deməli, artıq anası onu qoymur məktəbə getsin. Məcnun da Leyliyə səhrada rast gəlir. Bir dəqiqə. Bir gün ki, Bahar-ı Ələm Fərəz. Baxın uşaqlar, müəllif burada çox gözəl bir təzad yaradıbdır. Bahar fəslini seçibdir. Məcnunun da, Leylinin də ürəyi ah fəryadla doludur. Amma müəllif bahar fəslini seçibdir. Deməli, burada bir təzad var. Vermişdi cahanə feyzi Novruz. Salmışdı niqab çöhrədə gül. Çəkmişdi süruydi nalə bülbül. Şəbnəm meyi nabi ilə lalə. Doldurmuş idi qızıl piyadə. Olmuşdu gül ilə səbzəyi tərf. Firuzə firuz lal pərvər. Yəni bir gün aləm işıqlandıran bahar dünyası Novruzun feyzini gətirmişdi. Gül üzündən pərdəni götürmüşdü. Bülbül nalə nəğməsini ucaltmışdı. Lalələr şeh meyində qızıl piyalə ilə dolmuşdu. Gül ilə təzə yaşıllıq, firuzə ilə qızılı andırırdı. Burada yəni bir növ güllərin rəngi qızılı, firuzəni xatırladırdı. Bir neçə müsahib vəfadar Məcnun işkəstəyi görübsə, hər yan dedilər, ey bəlakeş, gül çağıdır, olma gülmüşəm. Bax, bu bəzən imtahanda düşür ki, Leylinin dostları onu görür, deyir ki, qəmə qapılma, gül fəslidir. Və burada yadınızda qalsın ki, yerini itirdim yenə, bir dəqiqə tapım. Gül çağıdır. Bax, gül çağıdır. Burada metonimiya işlənibdir. Nəyə görə? Əslində burada bahar fəsli demək əvəzinə gül çağı deyilir. Yəni baharın əvəzinə gül çağı deyilir. Bax, burada Məcnunun dostları ona deyir ki, vəfalı həmsöhbətli Məcnuna yazığı gəlir. Onu Məcnunu ağlar görürlər. Ay bəşə balağı gül çağıdır. Pərşan olma deyirlər. Yəni Məcnuna təsəlli verirlər. Bu fəsildə deyir gərək adam şad olsun, qəm qüssədən azad olsun. Bulud deyilsən ki, ağlama. Sel deyilsən ki, fəryad qılma. Burada da ey gönçədə hani sərqvamət, gül oyuna zaman et fərağət, pakizə vücudda heyfdir qəm, böyle dəxi qalmaya bu aləm. Yəni ey gönçədə han sərqamət, oyna, gül, biraz da rahatlan deyir. Təmiz vücuda bu qədər qəm çəkmək heyifdir. Dünya belə qalmayacaqdır. Bu yaz fəslində biraz gəzməyə çıxsaq, bəlkə yarınla da görüşərsən. Yəni dostları ona məsləhət görürlər ki, gül, oynal, sevin. Deyə bəlkə biz gəzməyə çıxaq. Məcnun dostları gəzmək təklif edir. Deyə biz gəzməyə çıxdıq, bəlkə Leylini də görərsən. Bu isə mütləq yadda qalmalıdır. Keçirik. Məcnun həzin ayağa durdu. Səhralara seyr üçün üzurdu. Ciryan qılırdı seyran. Ciryan bilirsiniz də göz yaşı ağıdır. Heyran gəzərdi hər yan. Deyir dərdli Məcnun başladı ayağa durdu. Gəzmək üçün səhraya üstüdə ağlaya-ağlaya seyr eləyirdi ki, Leylini görsün. Gah sirrini yaşıl otlara açırdı. Daha sonra gah laləyə yalvarırdı, səbzə, yəni yaşıl ot, gah da laləyə yalvarırdı. Onu aşiq bilib ayağından öpərdi, çeşminə sürərdi lalə dağın aşiq. Deyir laləni, bax burada imtahanda nə düşə bilər sizə? O deməli lalə gülünü, qırmızısını da öz sevdiyinə bənzədirdi. Lalə gülün yəqin ki görmüsünüz də, qırmızıdır lalə. Amma onun bu kök hissəsi var, bura isə qara verilib. Deyir ki, lalə gülü də deyir ki, sanki yanıbdır da, üstü qırmızıdır, amma bu hissə görürsünüz qaradır. Deyir, o da sanki sevdiyindən yanıbdır, ona görə onun o hissəsi qaradır. Burada çox gözəl bir bənzətmə yaradıbdır müəllif. Bir mənzilə düşdü rəhgüzarı, kim seyirdə idi ona yarı. Bir neçə pərəxu ilə həmdən Məcnunu şikəstə müqəddəm Leyli güzar etmiş ol fəzaya, salmış gülü lalə üzrə sayə. Burada nə demək istəyir? Deyir ki, rəhgüzarı gözlənilmədən yolu bir yerə düşdü. Orada sevgilisi yarı gülüzü ilə birlikdə. Yəni deyir, bir yerə düşdü gözlənilmədən. Həmin yerdə deməli Leyli də varmış. Məcnun xəstədən ayrı gəzib kölgəsində laləliklərə sarıldı. Bu Məcnun getdiyi yer də onun sevdiyi qız da həmin yerdəymiş. Deyə bir çəməndə yaşıl çadır qurulmuşdu. Elə bil ki, ay yaşıllıqda hələ
indi salmışdı. O gözəl çadır Qönçəyə, Ayüzlü isə onun içində gül yarpağına bənzədilirdi. Leyli ilə Məcnun üz-üzə gəlir. Burada dərd seli qəm dəryasına qovuşdu. Dərd seli, qəm dəryası. Dərd seli deyəndə Məcnun, qəm dəryası deyəndə Leyli nəzərdə tutulur. Deyir, Leyli demə, məclisi işıqlandıran bir şamdır. Şama bənzədir Leylini. Məcnun demə, ciyər yandıran bir ateşdir. Leyli demə, cənnət içində bir huridir. Məcnun demə, zülmət içində bir nurdur. Leyli demə, gözəllik zirvəsində deyir bir aya bənzədir. Məcnun da eşq mülkündə bir şaha bənzədir. Zəmanənin yeganəsidir. Məcnun demə, bir şəhərin əfsanəsidir. Bu bənzətmələr abituriyentə düşməyəcək, amma miqlara düşə bilər. O ki, sərv qamət, yasəməni boylu bir-biri ilə qarşılaşdılar, üz-üzə gəldilər. Məcnun huşunu itirdi, heyranlıq dəryası coşdu, bircə anlığa o aya baxa bilmədi, kölgə kimi Məcnun yerə sarı huşunu itirir. Leyli ixtiyarını itirib, nicarını bir an belə görə bilmədi, heyranlığı o yerə çatdı ki, yıxıldı, huşu getdi, üzünə gül suyu səpib Leylini özünə gətirdilər. Deməli, Leylinin padruqaları deyir ki, Leyli, dur gedək, atan-anan bilsə ki, sən burada səhrada sevgilinə rastlaşmısan, bizim başımıza oyun gətirəcəklər. Leylini oradan zorla aparırlar. Məcnun da gözlərini açanda öz sevdiyi qızı burada görmür. Məcnun da dəli olur. Oradan çadır xallarını tez yığışdırırlar. Ayüzünü buradan apardılar ki, ata-ana xəbər tutmasın. Qan yaşlı gözlərinin su yüzünə səpib Məcnunu oyatdı. Gördü ki, Nicarından bir xəbər yoxdur. Nicarı burada yoxdur. Məcnun dəli kimi qaldı, Pəridə gedibdi. Dilbəri onu qoyub gedib. Geyimini yırtdı, nalə çəkdi, halı özgə hala düşdü. Həmdərdlərindən üzr istədi ki, ey mənim dostlarım, sirdaşlarım, göz yaşlarımın seyli üstümə hücum etdi. Deyir ki, mən artıq dəli olmuşam da, mən xəstə ilə siz oturub durmayın. Yəni Məcnun burada dostlarına deyir ki, mən bir dəliyəm, mən eşq əhliyəm. Artıq siz mənimlə oturub durmayın ki, mən bir seləm. Çünki çox ağlayırdı. Deyir, yoxsa siz də mənimlə oturub dursanız, həmin suda boğulacaqsınız. Mən məlamət rənginə boyandım, sevdə vurğunluğu oduna yandım. Bu od ki, cana düşdü, əlbəttə alışıb yüksələcək. Deyir, hələ bu od daha da çoxalacaq. Mən bir quşam, yuvamdan uçub getdim. Mən hara, ev meyli hara. Məni evdən çox da danışmayın, mən daha ora getməyəcəyəm. Deyir, bax bu dostlarına, ilk dəfə dostlarına deyir ki, mən daha evə qayıtmayacağam. Deyir, atam sizdən halımı, dərdimi soruşsa, deyin ki, əyni başını yox elədi Məcnun, yəni Qeys. Onun bəxtini qaraltdı. Ey əhvalı pozulmuş məhsun qoca, mənim ucumdan, Tanrıdan dad eləmə. Demə ki, bu macəralar nədir? Bu bəla səndən mənə yetişdi. Deyirsən, mənim yaranmağımın vasitəsi oldun. Atasını deyir, düzdür, sən məni yaratdın. Yoxluq nəşəsindən məni ayırdın, var elədin. İstədin mənimlə sən şad olasan, nə böyük dərd ki, ümidin. Deyir, çox heyiflər olsun ki, mən sənin ümidini bərbad elədim. Mən yox olmuşam, indi sən atacan, var ol, ümidini özgə oğula bağla. Burada bir növ şeyə bənzəyir, hansı əsər idi? Uruz atasına deyirdi, sən get başqa oğula bağlı ümidini. Məni üzürlü say, ey əzizim. Mən qəsd ilə səndən ayrılmadım. Mən çalışdım ki, səni xoşbəxtliyə çatdıram. Ətəyimə möhnət həsrəti dükanlar ilişdi. Yəni bunu dostlarına deyir ki, gedin mənim atama bu cürdə xəbər çatdırın.